Allah Resulü buyurdu ki, "Men yuridillahu bihi hayran yufakkihu fid-din." Allah Subhanahu ve Teala kimin üçün xeyir istəyərsə, onu dində fəqih edər. Ən birinci hədisdə keçir ki, dində fəqih olmaq. Nə deməkdir dində fəqih olmaq? Və bu barədə Şeyxülislam İbn Teymiyyə rahimehullahın gözəl bir kəlamı var. Və deyir ki, "El-fikhu fid-din", dində fəqih olmaq, fəhmu məanil əmri və nəhi, Allah Subhanahu ve Teala'nın və Resulünün bizlərə olan əmirlərini və qadağanlarını düzgün şəkildə başa düşməkdir. Liyestəbsiral insanu fi dinihi, hətta insan dinində bəsirət üzərində olsun. Yəni elm üzərində olsun. Və sonra isə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, bu sözündən sonra deyir ki, "Ələ tərə qavləhu Teala", məgər sən Allah Subhanahu ve Teala'nın bu sözünü eşitməmisənmi və ya görməmisənmi? Və sonra isə Tövbə surəsindən 122-ci ayəni gətirir Şeyx rahimehullah və ayənin əvvəlini xatırlatmamızda fayda olacaq. Çünki Şeyxülislam ayənin sonunu, şahid hissəni gətirir. Ayənin əvvəlini də gətirək ki, hətta məsələ aydın olsun. Ayənin əvvəlində Tövbə surəsi 122-ci ayədə Allah Subhanahu ve Teala buyurur ki, "Qoy möminlər hamılıqla birlikdə, yəni hamısı birlikdə döyüşə çıxmasınlar. Hər toplumdan bir nəfər belə olsa qalsın." Və sonra nə üçün qalsın? Hər toplumdan bir nəfər belə olsa qalsın deyir ayədə Allah Subhanahu ve Teala. Nə üçün qalsın? Şeyxülislam rahimehullah ayənin bu hissəsini gətirir. Allah Subhanahu ve Teala buyurur ki, "Liyetefekkahu fid-din." Hətta hər toplumdan bir nəfər qalsın, liyetefekkahu fid-din. Hətta dində fəqih olsunlar. Yəni Şeyxülislamın dediyi kimi Allahın əmirlərini və qadağanlarını öyrənsinlər. Nə üçün? "Liyunziru qavməhum izə raca'u ileyhim." Qövmləri döyüşdən geri qayıtdıqda, qoy o öyrənənlər onlara Allah Subhanahu ve Teala'nın əmirlərini və qadağanlarını danışsınlar və başa salsınlar ki, "Ləalləhum yəhzərun." Ola bilsin ki, onlar Allahdan qorxarlar və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinərlər. Və həmçinin bu hədisdə olan bəzi faydalardan, necə ki İmam Nəvəvi rahimehullah İmam Müslimin səhihini şərh edərkən orada bu hədisdən bəzi faydalar gətirir. Deyir ki, bu hədis elmin fəzilətinə dəlalət edir. Və həmçinin bu hədis bizləri elmə təşviq edir.